1510 yıl. Birinci ildə elə bir ki, Göyçə mahalının təsdiq olması, o da bizim kəndimiz oldu, Sarıyakın mahalı kəndi. Yəni, sizlə çox təşəkkür edirəm ki, belə bir yerə bir rəhmərimiz sağ olsun, mən də dəvət elədi. Bizim ən böyük arzularımız o idi ki, Qarabağ deyirdi 30 il müddətində. Mən özüm də həm ora, həm bura vətəndaşıyam. Həmişə biraz gözkürgəli gezərdi, amma bir şükür Allaha, ümumi üzr istəyirəm məsləhətlərindən, bütün şəhid ailələrinin, şəhid ata-analarının, evlatlarının qarşısında mən özümü şəxsən baş əyirəm. O, hər birimizin borcudur. Qazilərimizə uzun ömür, can sağlığı, Ali Başkomandanımıza da həmişə dəmir yumruğun hazır olmağı. Bəs Qarabağdan oxuduq. İndi son məqamımız, xərtəmiz gəlir Göyçədən. Mənim atamın belə bir şeiri var. Göyçənin ümumi kəndini. İndi ermənilər deyir ki, Göyçənin filan kəndi. İndi mən kəndlərin adını deyəcəm. Bu tarixdə, xərtədə də var, kitabda da Rasel yəni təsdiq olunmuşdur. Bu kitab Rus dilində yazılıbdır. Həmin kitabda da göstərilir. Atam belə bir şeir yazıb ki, gedirsən ayaq ol Allaha pəna. Çəkirsən bir baş çək, elə qayıt gəlir. Ağbulaq Sorucadan dön Arnalışa, tutursan bir üst tut, cilə qayıt gəlir. Gedəndə Toğruca qalır sağ yanında, adillər, alimlər yatır zindanda. Nənələr bir yanda, baba bir yanda, əlvida, elə qayıt gəlir. Şişqaya, göy sudan en qaraymana, məzrələrdə dayan, dönmə savyana. Yağılar ya bilə, ya da anlıya, bir mizraf vur, telli saza qayıt gəlir. Zolu da dərindən yaxşı gəzdə də, gətir bəylər, Abdulladan sözdə də, sinəm tutar zərzibildə közdə də, əsmə, coşma, selmalı, qayıt gəlir. Subatan yarpızlı, o baş sağalı, puç oldu çaxırlı, getdi calalı, hayıf qızıl vəhdə tək qaldı alı, bir mizraf vur, telli saza qayıt gəlir. Qaya başı, qoşabılaq sorucalar, daş kətdən qayıtma etmamışlar, eşitmiş olarsınız, Alqayt Bəyinin babası Seyid Bayram Ucalım deyir. Qaya başı, qoşabılaq sorucalar, daş kətdən qayıtma etməmişlər. Bir ağrı nəfəsli yatan kişi var, onun torpağından götür qayıt gəl. Nərvanlıdır, Qaraqoyunun yoludur, dahilər var o dağlardan uludur. Sinəm sözlə, qəlbim közlə doludur, əsmə, coşma, Selmana qayıt gəl. Keçmə Sarıyakopdan olmamış halı, ziyarətgahdır, bilir Göyçə mahalı. Səsdən harayın o miskin avdalı, götür torpağından elə qayıt gəl. Burada itkin gəzim orada vətəni, dərd neçə yerindən gör oyur məni. Axsa gözdən, yaşlar yenə ələni, didərgin düşmüşəm, elə qayıt gəl. Qoy Allah Teala ümumi Azərbaycan xalqımıza uzun ömür, can sağlığı versin. Evlatlarınıza hər zaman Allah Teala xoşbəxtlik arzu edirəm ki, bütün Azərbaycan torpağını, İrəvan xanlığına da qədər, hamısı bizim olacaq inşallah. Bunu Allah, yəni həyəcanlıyım biraz, çox böyük təşəkkürümü edirəm. Yenə də üzrə hesab edin, biraz